Atacan, Həzrət Fatimə necə dünyaya gəlib? Bəli oğlum, onun hekayəsi adi hekayələrdən deyil. Gəl onun həyatı haqqında sənə danışım. Hədislərdə qeyd olunur ki, Həzrət Peyğəmbər Salavatullah 40 gün müddətində ilahi əmrlə oruc tutdu. Cənnətdən enmiş bir nar və yeməklərdən iftar etdi. Bu ilahi yeməkdən sonra Həzrət Fatimənin nuru Xədicənin bətninə yerləşdirildi. Həzrət Xədicə hamilə olduqda Qureyş qadınları onu tərk etdilər. Həzrət Peyğəmbər Xədicənin yanına gəldi. Ey Xədicə, kiminlə danışırsan? Ey Allahın Rəsulu, bətnimdəki uşaq mənimlə danışır. Həzrət Fatimə mühəddəsə də adlandırılmışdı. Çünki mələklər Həzrət Məryəmə nazil olduqları kimi Həzrət Fatiməyə də nazil olub onunla danışmışlar. Məkkə qadınları doğuş zamanı Xədicəyə yardım etməkdən imtina etdilər. Cənnət qadınları gəlib doğuşda Xədicəyə kömək etdilər. Asiya, Məryəm, Sara və Həzrət Musanın bacısı Kulsum, onlar Allahın izni ilə Xədicəyə kömək etmək üçün gəlmişdilər. Doğum vaxtı çatanda evə bir nurlu işıq doldu. Elə bir nur ki, yer üzü onun misalını görməmişdi. Səmalar sevindi, mələklər şadlandı. Çünki dünyaya Həzrət Fatimə Zəhra gəldi. Həzrət Peyğəmbər buyururdu: Fatimə mənim canımdır. Fatimə gözümün nurudur. Fatimə mənim qəlbimdir. O atasının anasıdır.